Salam əziz ovçular, balıqçılar, kanalımızın abunəçiləri, abunə olmayanları da salamlayıram və kanala abunə olmağa dəvət edirəm. Uzun bir ara verdik, videolar yox idi. Ovçuluqla bağlı, balıqçılıqla bağlı videolar çəkmirdik. Çünki indi qeyri-ov mövsümüdür. Bir xahişim olacaq sizdən. Bu videonun sonuna dək izləyin, xahiş edirəm sizdən. Sonunda sizdən bir ricam olacaq. Mən Cavid Cavadov uzun illərdir Azərbaycanda həvəskar ovçuluq və balıqçılıqla məşğulam. Təvəzzökarlıqdan uzaq olsa da deyəcəm, çünki mən deməsəm heç kim demir. Məcburam deməyə. Əvvəl də bir YouTube kanalım var idi. Əfsus ki, o bağlandı. Sonra mən bu kanalı açdım. Çoxdan bizim kanalı izləyənlər bilirlər, tanıyırlar, nə işlər gördüyümü yaxından izləyirlər, məlumatları var. Amma yeni ovçular ola bilər ki, tanımasınlar, bilməsinlər. Qısa bir anons verim ki, Azərbaycanda ilk dəfə və hələ ki yeganə olaraq qaban ovunda qabanın, yəni çöl donuzunu vuruş anını hələ ki yalnız mən çəkə bilmişəm və ovçularla paylaşmışam. O adrenalini izləyicilərə çatdıra bilmişəm, təqdim edə bilmişəm. Hələ ki. Qaldı. Qaldı. Əla. Bilirəm. Gözləyirəm. Əla. Bomba kimi. Hələ ki başqa çəkən yoxdur. Qaban ovu edən çox ovçular var. Hətta məndən əlbəttə ki qat-qat daha professional qaban ovçuları var. Amma məhz o kadrı çəkmək şansı mənə nəsib olub hələ ki. Bundan başqa dovşan ovlarını Azərbaycanda məndən başqa çəkib təqdim edən görməmişəm hələ ki. O dovşanın vuruş anları, o həmin anda yaşanan o adrenalini ötürən hələ ki başqa görməmişəm. Yalnız ağa və mən çəkib paylaşmışıq sizlərlə dəfələrlə. Hoppa, qəşəng. Əla. Aslında bura tam olaraq dovşanın yeridir. Amma Qəşəng. Mən bu dəfə 100% mən. Qəşəng. quş ovlarının çəkilişlərini edən çox ovçular var. Məndən daha gözəl kadrları olan yoldaşlar da var. Hər birini salamlayıram. Belə, yəni mümkün qədər çalışdığım qədər Azərbaycanda mədəni ovçuluğun təbliğatına həmişə çalışmışam. Gözəl kadrlar təqdim edim, dron çəkilişləri və s. və axır. Məncə kifayət qədər maraqlı kadrlar ovçularla paylaşa bilmişəm bu vaxta qədər. Ən azından çalışmışam. Ondan başqa ümumiyyətlə Azərbaycanda mədəni ovçuluğun inkişafında mümkün qədər, əlimdən gəldiyi qədər işlər görməyə çalışmışam. Bəzilərinin öhdəsindən gəlmişəm, bəzilərinin öhdəsindən gəlməmişəm. Mümkün qədər ovçulara yardımcı olmağa çalışmışam. Bəzən olub ki, gecə saat 1-də, 2-də hər hansı bir çətinliyə düşən ovçular zəng ediblər. Mən əlimdən gələn yardımı etmişəm və hamının da halal xoşu. Bunu nəyə görə deyirəm, sonda açıqlayacağam. Ondan sonra Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası yaradıldı. Orada icraçı direktor olaraq təyin olundum və bu dönəmdə də mümkün qədər müəyyən problemlərin öhdəsindən gəlməyə çalışmışıq. Əlbəttə, problem o qədərdir ki, 1 il, 2 il, 3 il, hətta 5 il ərzində bu problemləri köklü olaraq həll etmək mümkün deyil. Amma ən azından biz buna çalışmışıq ovçularla birlikdə. İndi hal-hazırda müəyyən ovçu qrupları yaranıb. Çox şükür, sevindirici haldır. Onlardan ən əsası Elmar Babayev və Abdullah qardaşımızın yaratdığı bir qrupdur. Azərbaycan təbiətinin mühafizə qrupudur. Səhv etmirəmsə, adını düz dedimsə, düz demədimsə üzürlü sayın. Buradan salamlayıram hər birinizi. Orada çox yaxın ovçu yoldaşlar var, Zöhrəb var, Etibar var və s. Hər birinizi salamlayıram və işlərinizdə uğurlar arzu edirəm. Çox böyük işlər görürlər. İnsanlara, ovçulara, Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına sübut etməyə çalışırlar ki, ovçular brakonyer deyil, təbiətin düşməni deyil. Ovçular əslində təbiəti sevəndir.
bu yolda çox işlər görürlər. Salamlayıram sizləri, uğurlar arzu edirəm, yorulmayasınız və belə də davam edin. Ov mövsümü qarşıda gəlir, inşallah ki, vaxtında açılar, biz də gözəl kadrlar çəkib sizlərlə paylaşarıq. Yəni, bu uzun sürən illər ərzində, artıq neçə illərdir ki, mən izləyicilərə ov videoları çəkib təqdim edirəm. Çox uzun illərdir, çox çətinliklərimiz olub və bu uzun illər ərzində mən izləyicilərimdən bu vaxta qədər heç bir xahiş etməmişəm, heç nə istəməmişəm. İndi də elə bir ciddi bir şey istəmirəm, heç kimdən pul falan istəmirəm. Sadəcə sizdən bir ricam olacaq. Hal-hazırda bu kanalda, yəni Hunting Az YouTube kanalında 7190 nəfər abunəçi var Hunting Az YouTube kanalında. Mənim sizdən ricam nə olacaq? Mənim yeni bir layihəm var. Yeni deyəndə artıq dekabr ayından başlamışıq. Yaxın zamanda 1 il olacaq. Bu Cavadzadə ailəsi layihəsidir. Cavadzadə ailəsi layihəsinin 3 əsas prinsipi var. Bunlardan biri Azərbaycanın normal, mehriban, birliyi olan bir ailənin təbliğatıdır. Çünki son illərdə istər televiziyada, istər sosial mediada Azərbaycan ailəsini çox pis tərəfdən təbliğ etdilər. Əfsus ki, oğul atanı döydü, ana atanı bıçaqladı, qız qoşuldu, qaçdı, arvad başqasına qoşuldu, qaçdı və s. və axır. Yəni çox pis tərəfdən Azərbaycan ailəsini pis təbliğ etdilər. Bu səbəbdən mən istədim təqdim edəm ki, Azərbaycanda bütün ailələr elə deyil. Azərbaycanda normal ailələr də var, mehriban, sözü bir-birinin boğazından keçən lorul desəm, ata və oğul münasibətləri və s. yəni normal ailələr də var və biz bu həmin normal ailələri təmsil edərək bu ailənin təbliğatını edirik. Çünki bizi həm Azərbaycanda yeni ailə quracaq gənclər izləyir, həm xaricilər izləyir. Nə üçün Azərbaycan ailəsi haqqında biz pis düşüncə formalaşsın. İlk öncə Azərbaycan ailəsini təbliğ edirik. İkinci, Azərbaycan təbiətini təbliğ edirik. Biz hər çəkilişimizdə fərqli bir bölgəyə gedirik və oranın təbiətini çəkib təbliğ edirik. Üçüncü məsələ, hər çəkilişimizdə biz mümkün qədər çalışırıq milli mətbəxdən yeməklər hazırlayaq və Azərbaycanın milli mətbəxini təbliğ edək. Yəni, kontent Azərbaycan ailəsinin, Azərbaycanın gözəl güşələrində, təbiətində, vəhşi təbiətində 36 saat kamp şəklində yaşaması, oradakı gedən proseslər, bəzən off-road kadrları olur, yolsuzluq olur, bəzən həyəcan olur, kampımıza heyvan yaxınlaşır, tələ kameramıza düşür, çəkib təqdim edirik. Orada yemək hazırlanır, kampın quruluşu və s. və axır. Arxada gələn fonda isə artıq kampın necə qurulması və s. və axırdır. Hətta bizim kamplarda başımıza gələn hadisələr kamp həvəskarlarına bir nümunə olur. Son çəkilişimizdə Balakəndə çay qırağında bir kamp qurduq. Bu videonun həm açıqlama bölməsində, həm ilk şərhində mən Cavadzadə ailəsi layihəsinin YouTube kanalının linkini, Instagram və TikTok səhifələrinin linkini yerləşdirəcəm və sizdən xahişim odur ki, həmin səhifələrə və YouTube kanalına abunə olasınız. Çünki sosial səhifələri, əsasən də Instagramda səhifəni inkişaf etdirmək, abunə sayını çoxaltmaq çox çətin bir məsələdir, çox qəliz bir məsələdir. Xüsusən də belə bir maarifləndirici bir kontent olanda. Əfsus ki, bizdə insanlar üstünlük verirlər digər səhifələrə, hardakı əxlaqsızlıq var, təlxəylik var, nə bilim, digər segmentlər, çox mənasız bir səhifələr sürətlə inkişaf edir, amma nümunəvi, təbliğat xarakterli, maarifləndirici bir səhifələr çox ləng inkişaf edir. Bu səbəbdən sizdən xahişim və ricam olacaq ki, bizim səhifələrə abunə olun. Bu videonu paylaşdığım 2 gün ərzində mən baxacam aktiv olaraq həmin səhifələrə, görüm sürətli artım varmı, yoxmu. 7000 insandan heç olmasa yarısından da az 3000 nəfər abunə olarsa çox minnətdar olaram. Baxaq görək, mən ovçuların, balıqçıların birliyinə inanıram. Bu dəfələrlə sübut olub mənə. Amma bu dəfə də görün birliyimizi təqdim edə biləcəkmi? Və sizdən heç bir pul çıxmır, böyük bir vaxtınızı aparmır. Sadəcə qoyduğum linkə daxil olub abunə olursunuz. 10 saniyə vaxtınızı alacaq. İnşallah ki, ümid edirəm, xahişimi yerə salmazsınız. Çünki layihə özümküdür deyə demirəm, həqiqətən yaxşı bir layihədir. Ailəvi izləniləcək bir layihədir. Axşam işdən gəldiniz, ailənizlə birlikdə seyr edə bilərsiniz. Həm təbiət, həm kulinariya, həm ailə birliyi, həm off-road, həm belə deyək, həyəcan görə bilərsiniz. Bəzən heyvanlar gəlir kampımıza və biz onları tələ kamerası ilə çəkib təqdim edirik. Ona görə yaxşı bir layihədir. Bu səbəbdən istərdim ki, layihə yarımçıq qalmasın və sizlərin də dəstəyi ilə
bizim səhifələrimiz inkişaf etsin. Hal-hazırda Cavadzadə ailəsinin YouTube kanalını abunəçisi 2900 nəfərdir. 2 gün ərzində görək necə sürətlə artacaqmı, artmayacaqmı? Buna sizlərlə birlikdə şahid olacağıq. 2960 nəfərdir Cavadzadə ailəsinin YouTube kanalı. Instagram səhifəmiz isə 6000-ə yaxındır. 5630 nəfərdir. 5630 nəfər. Siz təsəvvür edin, yanvar ayından bu günə kimi 5630 nəfərdir. Amma digər üzdən iraq insanların səhifələri artıq 50 min, 100 min izləyiciləri var. Və heç nə, yəni sağlıqlarına qismət deyirəm. Amma çox əfsus ki, millətimizin niyə marağı elə səhifələrədir, qismən əlbəttə ki, hamının yox. Belə, sonda sizdən xahişim odur ki, qeyd etdiyim linklərə daxil olub, abunə olasınız və dəstəyinizi, birliyinizi təqdim edəsiniz. Ov mövsümü başlasın, yenidən inşallah ov videolarımız bu kanalda olacaq. Hələlik ovlarda görüşərik. Sağ olun.